Allahu Akbar, Allahu Akbar. Bəzən lazımdır insan özünə dəyər versin. Şeytanın müqabilində özünə dəyər versin. O sənin qulağına pıçıldır ki, səndən Əllamə Qazi çıxacaq bundan sonra. Sən desən, bəli, düz deyir də, məndən çıxacaq. Deyirən, xeyr, bəli, çıxacaq, niyə çıxmır? Ona verən imkanları Allah mənə də verir. Mən də onun kimi bir insanam, bir anadan, bir atadan dünyaya gəlmişəm. Məndə də o potensial var. Allah mənə bu imkanları verib. Həzrəti Musa aleyhissalam Allaha dedi ki, ilahi, istəyirəm ki, peyğəmbərlərin də başa düşmək olmur ki, qəribə istəkləri vardı Allahdan. Dedi, mən istəyirəm cənnətdəki qonşumu mənə indidən göstərəsən. Kim olsa yaxşı? Dedi ki, sənin başında qəssab var, o. Qəssab. Qəssab niyə görə? Getdi ona, demədi ələ heç nə. Gəldi, tanış oldu, görüşdü. Dedi, gedək sizə qonaq eləməni apardı. Musa aleyhissalam göz qoyur buna ki, bu mənim qonşum olacağı Ulul Əzm peyğəmbərin cənnətdə, qəssab. Həzrəti Musa təəccüblənmir, bəlkə mən təəccüblənirəm. Övliyalar özlərini, deyir, İbrahimi Xəlilullah, Allah dost seçmişdi, tanışmışam bunu keçmişdi, neçə il bundan qabaq. Mələk gəldi, Həzrət Cəbrail, Həzrəti İbrahimin qapısını döydü, gəldi, daxil oldu. Əvvəl özə uzun təfsilatla da danışmıram. Qısası soruşdu ki, nə üçün gəlmirsən? Dedi, Allah birini dost seçib özünə. Allah birini özünə dost seçib, gedirəm ona müjdə verəm. Bir an İbrahimin ağlına gəlmədi ki, mən olaram. Dedi, Cəbrail, o kimdə onu göstər, gedim onun əlindən, ayağından öpüm, ona xidmət edeyim. Heç ehtimal vermədi 1% ki, bunun özündən söhbət gedir. Dedi, o dost kimdir? Xoşbəxt adam. Allah Cəbrail dedi ki, o sənsən, səni dost seçib. Musa aleyhissalam da təəccüblənmir. Sadəcə gəlib görsün bu qəssab nə əməlin sahibidir ki, Musanın qonşusu olacaq. Deyir, oturdular çörək yeməyə. Baxır, bir xüsusi əməli yoxdur. Mən bir müddət qalıb bundan. Oturublar çörək yeməyə. Deyir, bu yiyə-yiyə gedir o bir otağa, gəlir, gedir, gəlir. Musa aleyhissalam baxır, görür ki, bir xəstə anası var, qoca anası var. Bu yemək hazırlayır onun üçün. Sonra görür, hazırladı, aparır, onu yedizdirir. Yedizdirə anası dua edir ki, Allah sənin Musa aleyhissalamla məşhur eləsin və salam. Çox da şey tələb olunmur. Ananın duasıdır, anaya xidmətin nəticəsidir ki, bir qəssab gəlir, Həzrəti Musanın dostu olur. Amma şeytan bizi məyus edir. Biz dilə bilirik, biz təvazökarıq. Məyusluqla təvazökarlıq eyni şey deyil. Özünə dəyər verməmək təvazökarlıq deyil. Öz imkanları dəyərləndirməmək təvazökarlıq deyil. Mən sizə bir dənə misal deyim, çox danışmayacağım. Bağışlayın, yekunlaşdıracağım sözümü. Elə bil ki, bir arif, üzr istəyirəm bu misala görə, başa düşəcəksiniz nə üçün deyirəm. Bir arif gəlir, məsələn, bir etimad elədiyiniz bir şəxs, Allahın dostu. Sizi görür, deyir ki, gecə imam zamanı yuxuda gördüm, məsələn. Səndən danışdı mənə. Dedi, sən dünən filan əməllər eləmişsən, filan əməllər eləmişsən. Görürsən ki, məsələn, düz deyir. Ondan sonra imam zaman dedi ki, o mənim üçün çox mühüm adamdır. O mənim üçün çox vacib adamdır, mühüm adamdır. O yaxşı iş görəndə mən sevinirəm, məscidə gələndə mən sevinirəm, birinə bir xeyir, xaxlıq eləyəndə mən şad oluram. Onu çox istəyirəm, o mənim üçün mühüm, vacib adamdır. Bunu desə bir adam sizə, bunu işləndən sonra bax, nə halda olarsınız? Əmin olasınız ki, bu adam övliyadır, sizə bu sözü deyir. Deyirsiniz, nə yaxşı, əcəb, mən bu qədər mühüm imişəm, mühüm adam imişəm. Mən bu qədər diqqət mərkəzindəyəm. Nə olar ondan sonra məsuliyyətin artar? Onda gələn dəfə cüməyə gələndə, ki, imam deyib ki, mən baxıram, o meçidə gələndə ondan xoşum gəlir, başqa cür gələrsən. Həvəslə gedərsən. Yaxşı iş görəndə həvəslə o işi görərsən. Bu niyə görə belə oldu? Nəyin səbəbindəndir? Bir yuxu, o yuxu ki, sənin mühüm olduğu sənə çatdırdı. Səni özün barədə məyusluqdan çıxartdı, səni dəyişir. Adam bilsə ki, onu sayan var, valla, adam bilsə ki, onu sayan var, dəyişər.
şeytan bizim qulağımıza nə deyib ki, biz özümüzə dəyər vermirik, elə bilir ki, biz milyonlardan biriyik, yox. Allahla özün aranda elə bil ki, heç kəsi yaratmayıb, bir sənsən, bir Allahdır. Adamın halı nə ilə düzəlir? Bir dənə bundan ki, mən mühüməm, mənə diqqət eləyirlər, önəm verirlər. Onda adam həvəslə əməl eləyir. Bir dənə yuxu ilə sənin halını dəyişə bilər. Bilsən ki, sənə nəzər eləyən var. Bunu eşitsən, hər işini dalaycan, həvəslə gedərsən. Necə gedərsən? Bəy necə gedir? Bəy. Hazırlaşır, kostyum alır, geyinir, gedir. Bilir ki, diqqət mərkəzində olacaq. Hamı bəyə baxır da bir gündə ömürdə. Bir gün ömürdə bu bəy hamıdan hörmətli adamdır o toyxanada. Hamı ona baxır. Buna ki, önəm verilir, bu da diqqət edir, həvəslə gedir. Çünki buna diqqət edirlər. Amma vallahi billahi cümə gününün sahibinə and olsun ki, bunun üçün yuxu görmək lazım deyil. Heç bir arifə müraciət eləmək lazım deyil. Mən sizə bugün elan eləyirəm, Allahın və övliyalarının adından hər tək-tək özə deyirəm ki, vallahi siz çox mühümsüz Allah üçün və övliyalar üçün. Sizin həyatınızın hər dəqiqəsi, hər saniyəsi onlar üçün çox mühümdür. İndi bundan sonra gəlin elə yaşayaq ki, bizə baxırlar, bizə önəm verirlər, bizi sevirlər və bizə diqqət göstərirlər. O təkcə namaz vaxtlarında deyil, axı, həyatın hər dəqiqəsində, hər saniyəsindədir. Buna biz iman gətirək. İnsanlar istiğfar edir, niyə istiğfar edir böyük adamlar? İnsanlar ümidləri qədər Allahdan istəyir. Ümid nədən yaranır? Ümid ondan yaranır ki, mən mühüməm, mənim sözümə eşidən var, onda başqa cür dua edir insan. Bir alim deyir bu sözü, mən bu sözü bir dəfə sizə demişəm. Coşan Kəbir duası, alimin yarı zarafat dediği bir güzel bir sözdür. Deyir, Coşan Kəbir duası düzüdə, məsələn, Allahın adları çəkilir də, 1001 adı deyəsən, 1000 adına yaxın, 1001'dir deyəsən, adı çəkilir Coşan Kəbirdə. Ya Rahimu, Ya Kərimu adlar çəkilir. Deyir, şeytanın bir dənə Coşan Kəbiri var, o da onu bizim üçün oxuyur hər gün. Deyir, onun 2 dənə ad var orada. Orada başqa adlar yoxdur. Şeytan belə pısıldayırdı. Ya məyus, ya məğrur. Ya məyus, ya məğrur. 2 dənə silahı var. Ya özümüzdən razı eləyir bizi, ya özümüzdən ümidsiz eləyir. Biz niyə? Çünki özü əvvəl məğrur oldu, indi də məyusdur. Əvvəl məğrur oldu ki, mən dedi, indi də Allahın rəhmətindən məyusdur. İstəyir bizi də özü tay eləsin, özü kim eləsin. Qəribə şeytandır, qəribə şeytandır. Adama, bilirsiniz necə eləyir? Məsələn, sən oturmuşsan, durmaq istəyən bir iş görəsən, yaxşı iş. Deyir, indi gəl, məsələn, meçidə getsən, nə olacaq ki? Nə var, otur, işimi gör. Səndən nə çıxacaq ki? Başlayır məyus eləməyə. Deyirsən, üzr istəyirəm, rədd ol, çəkil kənara, üzr istəyirəm sözümə görə. Ona deməyin eybi yoxdur. Çəkil kənara, durub gedirsən məscidə. İbadət eləyirsən, namaz qılırsan, bir yaxşı iş görürsən, indi özü çəkindirir deyə. Həmin şeytan gəlir qulağa deyir ki, bəh, maşallah, nə yaxşı adamsan. Sən getdin nə qədər Allahın gözündə ucaldın filan. 2 dənə silahı var, ya insanı məyus eləyir, ya məğrur eləyir. Allah hər birimizə nəzər eləyir. İnanırsınız, vallah inanın ki, biz Allah üçün çox mühümük, çox önəmli insanlarıq. Hər dəqiqəmiz Allah üçün dəyərlidir. Bir iki hədis oxuyum, sözümü tamamlayayım. Peyğəmbərimiz buyurur. İnnəllaha Teala yuhibbu ən yara abdahu tə'ibən fi tələbil halal. Buyurur ki, Allahın xoşu gəlir, bəndəsini bir halda görsün ki, halal ruzu qazanmaq üçün zəhmət çəkir. Zəhmət çəkir, özünü ora-bura vurur. O halda bəndəsini görməkdən xoşu gəlir. O ana xüsusi məhəbbəti var, o cür görmək istəyir. Sevə-sevə baxır. Allah sevə-sevə baxır deyəndə, yəni nə qədər neymət verir. Bir adam öz halal zəhməti ilə ruzu qazanır. Məsələn, hədis oxuyuram sizin üçün. Allah ona nə verir?
Buyurur ki, mərrə aləs-sirat kəlbərqil xatif. Buyurur ki, o insan sirat körpüsündən ildırım sürəti ilə keçər. Nə üçün? Qarnına çörək yiyib, zəhməti ilə qazanıb, oturub çörək yiyib. O belə dərəcə qazanır. Biz bilsək ki, Allah o anlarda bizə nəzər eləyir, o işləri görmək nə qədər hal verər bizə, yorularıq biz işdən. Adını qoyarıq ki, dünya işidir, güya biz zahidi. Yox, deyərik biz Allahın huzurundayıq, Allah üçün çox mühümdür mənim hər addımım və halal ruzu üçün zəhmət çəkirəm, qazanıram, oturub öz qazandığımı yiyirəm, bu yandan Allah deyir, siratdan elə keçər ki, elə bil ildırım sürəti ilə keçir. Amma şeytan bizə deyir, sən pul qazanacaqsan, Allahın nəyinə lazımsan sən? Sən cib və pul qazanacaqsan, Allahın nəyinə lazımdır bu? Amma çox mühümsən, bu hədisi mən neçə dəfə demişəm. Lə tənsini minəd dua. İmam Rızaya gəldi, bir nəfər dedi ki, ağacan, məni dua eləyəndə yadımdan çıxartma. İmam dedi ki, axı mən səni yaddan çıxartmıram dualarımda. Dedi, ağa üzr istəyirəm, bağışlayın sözümə görə. Deyir, yox, üzr istədin, niyə üzr istəyirsən? Nə başa düşdün? Görüm hələ nə başa düşdün? Heç nə də siz dostlarınızı dua eləyirsiniz, məni də yəqin ki, dostluğunuz hesab edirsiniz, məni də dua eləyirsiniz. Buyurdu, xeyr, sən bir şey istəyirsən ki, mən sənin üçün dua eləyim, təvəssül eləyirsən mənə. Ürəyindən keçəndə ki, kaş İmam Rıza mənim üçün dua eləyərdi, mən artıq səni dua eləyirəm. Və belə tək-tək bütün dostlarımız. Biz buna inanmamışıq, biz buna iman gətirməmişik. Bəziləri də imamları tanımır, deyir, bu imam neçə nəfərə çatdırır. Elə bilir, imam falan əsrdə yaşayan bir dənə adamdır, Peyğəmbər. Deyir, bu qədər milyonlarla adam. Axı, imam deyirsən, imam bir insan deyil, varlıq aləminin bir həqiqətidir. Onun ruhu əhatə edir varlıq aləmini. Ona müraciət olunur, o eşidir. O bir dənə insan deyil ki, deyirsən, bir insan neçə adam eşidə bilər. Bunlar Allahın xəlifəsidir yer üzündə. Allah o qüdrəti onlara verir. Siz Allah bir anlıq düşünürsünüz ki, İmam Rıza əleyhissalam ki, Məşədə ziyarətinə gedirsiniz, ya İmam Zaman əleyhissalam ki, onun duası. Bax, sənin şəxsən dua eləyib, buna inanmırıq. Nə qədər danışırıq, nə danışan inanır, nə işlənlər. Buna inansaq çox işimiz həll eləyər ki, mən deməli bu qədər önəmli adamam, onda başlayaram özümə fikir verməyə. Özümə diqqət eləməyə başlayaram. Çünki mənə nəzər yetirirlər, mənə nəzər eləyirlər. Bunun üçün yuxu lazımdır, yuxu lazım deyil, mən sizə deyirəm və qiyamətdə bundan daha gözəl şəkildə görəcəksiniz. Nə qədər mühüm olduğunuzu görəcəksiniz. Qiyamətdə bir niyə xəcalət çəkəcək? Allah mənə nə qədər dəyər verirmiş və mən özümü nə qədər dəyərdən salmışam. Mən özümü heç nə bilirdim. Sən demə, Allah üçün mühüm adam imişəm. Hər kim olursan ol, yaratdığısan, səni yaradım, yaratdığına görə. Biz yuxu gözləyirik, müşriklər də deyirdi Peyğəmbərə ki, bir qəribə bir şey göstərək, ağılla qəribə nəsə bir möcüzədən zaddan göstər, inanaq. Biz də beləyik. Ancaq bir arif gərək yuxu görsün, bizə desin, dünənki əməllərimiz hamısını danışsın ki, İmam Zaman mənə. Ondan sonra biz hələ inanaq ya inanmayaq ki, biz imamlar üçün mühüm adamıq. Kim halal ruzu qazansa, hədisi davam edirəm, və öz zəhməti ilə yesə, futihə ləhu əbvabul cənnə yədxulu min əyyi haşa. Buyurur ki, Allah cənnət qapılarının hamısını onun üzünə açar və digər hansından istəyirsən daxil ol içəri. Siz indiyəcən eşitmişdiniz ki, işləməyin bu qədər savabı var. Eşitməmişsiniz bəlkə də. Çünki dini dünyadan ayırıblar axı. Dini aparıblar ancaq namaz, oruz, dua, ziyarət. Ona görə biz elə bilmişik ki, dinin bu işlərlə nə işi var? Bu dünya işləridir. Bir hədis də oxuyayım. Kim halal ruzu qazanıb yesə, nəzərəllah iləyh bir rəhmə. Allah ona rəhmət nəzəri ilə baxar. Sümmə lə yuazzibuhu əbədə. Ona heç vaxt əzab verməz. Ona heç vaxt əzab verməz. Zəhmətkeş adamdan xoşu gəlir, zəhmət çəkən adamdan. Zəhmət çəkən adamlar var, əli qabar bağlayır, ona hörmət eləyir, əllərindən öpək. Deyək, sən nə mömin adamsan. Biz oruç tutana deyir, maşallah mömin adamdır. İşləyən adam var, alnının təri ilə ruzu qazanır. Onun əlindən öpəsən və deyəsən, bu nə imanlı adamdır, nə mömin adamdır. Möminliyin meyarı budur. Təkcə namaz qılıb, alnını səcdəyə qoymaq deyil. Kim halal ruzu qazansa, onu yesə, kənə yevməl qiyaməti fi idadil ənbiya.
kitabından o yana nə deyim? Buyurur ki, kim halal ruzu qazanıb yesə öz zəhməti ilə qiyamətdə peyğəmbərlərin cərgəsində olar. Ənbiyaların, peyğəmbərlərin. Və yəxuzu səvabəl ənbiya və peyğəmbərlərin savabı qədər Allah ona savab verər. Allahın qurduğu nizam belə əzəmətli və qəribə bir nizamdır. Məişət, çalışmaq, ruzu qazanmaq çox mühümdür. Evdən çıxanda işə Bismillahirrahmanirrahim deyə, ya Allah deyə işə başlayır, işə gedəndə.